Atam benim ve kardeşimin gözlerinde problem olduğu bilerek vatanımızı, bayrağımızı seçti. Elə ağır cümləyə bomba qoydu ki bura. Heç mən bilmirəm ki bundan sonra nə danışım. Atam deyir, bildi ki qardaşımla mənim gözümdə problem var, amma vətəni seçdi. Yəni ki bu uşağın heç veriləcək cavabı yoxdur. Atam bizim gözümüz o torpaqları görsün deyə, yəqin ki sizin gözünüzün müalicəsindən keçdi Selvi. Amma əsas olan odur ki, atanın keçdiği, canından keçdiği torpaqları bugün biz göremiyoruz. Bak Kamran əmi orada hər iki gözündən keçib. Şükürlər olsun ki intiqamımız alındı. Şükürlər olsun ki atanın intiqamı alındı. Şükürlər olsun ki biz o torpağa qədəm basa bildik. İndi atanın da ruhu şaddır. Bilirsən hayata, görürəm səni. Gecə yuxularıma qonaq gəlirsin. Sıxır ürəyinə, başlamam. Baxıb gözlərimə sonra görürsən. Elə sevinirəm hayman. Sən istər ürəyim döyünürdü. Mən səni hər zaman görmək istərəm. Sən isə gəlirsən yalnızca gecə. Sən gələn yuxular bal kimi olur. Elə şirin yatırım orada. Gündüzlər xəyalım qırıram vatan. Elə sevinirəm gecə olanda. Bak bütün şehit anaları, bütün nənələrin sənin çağrışına geldiler. Görürsən mi gözəlim? İndi deyərsən Səmaya anası, nənəsi gəldi. Bütün analar ata yerinə səni qucaqlamaya geldi. Gördün mü kızım? Hamının göz yaşına toplu sevmenin çıxışı. Bütün ay Cəlal eşitmədim. Xuraman ona nə dedi? Böyrəyimi verməyə hazıram dedi. Valla bu millətdən böyük millət yoxdur. Mən inanıram ki verər. Gözünü qırpmadan verər. Bəli Səmaya. Mənim oğlum 28 il Qarabağ deyil. Xalqımı azad görmək istəyirəm deyil. Qarabağ torpaqları özü bilə-bilə ki onu ölümə aparırlar. Gelib öz canından keçib qanım tökülsə, mən Polat Həşimovun anası kimi böyüklər bu uşaqlara verməyə lazım. Analar çok sağ olun. Sizin bu sözler hədsiz qiymətlidir. Vətənə oğul verən qadınlar bu körpəyə də böyrək verərlər. Bizim ona zərrə şübhəmiz yoxdur. Allah sizi var etsin. Yenə deyirəm, bizim zərrə şübhəmiz yox. Siz vətənə oğul verirsiniz. Böyrək nədir ki? Siz ürək verirsiniz. Bilirəm ki, onu da verəcəksiniz. Buyurun, mən atamı tanıyım.